Salam dostlar, xoş gəlmisiniz. Bugün sizə maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Yuxuda xiyar görmək və bunun müxtəlif yozmaları. Əvvəlcə gəlin yuxuda xiyar görmək nə deməkdir, ona baxaq. Yuxuda xiyar görmək tez-tez bolluq və rifah simvolu kimi yozulur. Yəni həyatınızda bərəkət və uğur əlaməti ola bilər. Bəs yuxuda xiyar yemək nə anlama gəlir? Yuxuda xiyar yemək sağlamlıq və rifahı göstərir. Bu, sizin sağlığınızın yaxşı olduğunu və ya tezliklə sağalacağınızı ifadə edə bilər. Yuxuda xiyar dərmək isə çox maraqlıdır. Bu, sizin əziyyətinizin mükafatını alacağınızı göstərir. Yəni, çox çalışmısınız və nəticəsini görəcəksiniz. Yuxuda xiyar turşusu görmək isə biraz fərqlidir. Bu, adətən keçmişdə yaşadığınız bir hadisəni yenidən düşünməyə çağırış ola bilər. Belə yuxular, bəzən keçmişdəki problemləri həll etməyə çalışdığınızı göstərir. Sonda, yuxuda xiyar yığmaq nə deməkdir? Bu, sizin yaxın gələcəkdə böyük bir uğur əldə edəcəyinizi göstərə bilər. Həyatınızda yeni imkanlar və uğurlar sizi gözləyir. Yuxunun yozması hər zaman fərqlidir və hər bir insan üçün fərqli mənalar daşıya bilər. Yuxularınızı maraqlı və əyləncəli bir macəra kimi qəbul edin. Videomuzu bəyəndinizsə, like etməyi və abunə olmağı unutmayın. Hələlik.